Gözümün qabağında öz saldığı, mənim saldığım. Əlinə və saldığı var. Gözümün qabağında işgəncələr görürüm, başı kəsirlər. İşgəncələr görürüm, hər gündən bir döyülürüm. Birinci Qarabağ müharibəsi iştirakçısı Oruc Abbasov deyir ki, Fəryad filmi onun hekayəsidir. O filmdə göstərilən hər şey, hətta daha artığını yaşayıb. 15 yaşlı qızı öldürən ermənidən qisasını alarkən arxadan vurulub və gözünü açdıqda özünü əsirlikdə tapıb. Əsirlikdə keçirdiyi müddət ərzində ona verilən fiziki psixoloji işgəncələrin isə sayı hesab olunmayıb. Deyir ki, sonda 15 erməni əsiri ilə dəyişdirilib və əsirlik bitib. ...91-ci ildə mən Qarabağa apardılar. Oradan göndərdilər məni Gəlbəzərə. Orada da işləmişəm. Sonra Ağdamda olmuşam. Almaverdi Bağırov, Albeykeş. Orada olmuşam Laçında. 93-cü ildə aprelin 25-də 15 yaşında qızı öldürmüşəm. Rasiya saxlayırdım. Rasiya ilə sardım ki, məsələn 20 yakanisi benzin verəm, bunu kim öldürdü? Bu qızı. Ağrı verəndən sonra deyib ki, həmən erməni öldürdüm. Yetullasın əsirinin yanında. Arxadan vurdular məni. Mən yarın özümlə dedim ki, bir yerim əsir düşmüşəm. Dedilər ki, bura Laçındır. Ermənicə Rusça danışırdılar. Ama elə birinci mən başa düşmüyorum. Onlar başa düşmüyorum. Özüm danışmırdım. Hər üçündən bir döyülürdüm. Həmən gözümün qabağında öz saldığı, mənim saldığım. Əlinə və saldığı var. Gözümün qabağında işgəncələr görürüm, başı kəsirlər. İşgəncələr görürüm, hər üçündən bir döyülürdüm. Kör elədilər, qolma xaç vurdular, benzin ilə vurdular 93. O böyle armiya xaçatçılar gözdə mənə ne deyir? Elə Xocalı, elə Xalaçini. Yəni Xocalını aldıq, Laçını aldıq. Gözə bilmədim, evi yandırdım. Görüm uşaq ağlayır. Yani o gün yanmaz ki, bu uşaq yanmasa, ölməkdənsə mən öyle uşaq zəifim, uşaqlar, mən heç zaman uşaqdır, qadına əl qaldırmamışam. Əsbab ki, Qarabağda vuruşanlar da vuruşan. Onunla görmüşəm. Bəs bunu sürünə gəldi, söndürdüm, belə uzandım. Biliyorum, bunlar gəldi, çıxdı, bunlar çıxdı. Abi, Xocala, nə olub bə? Yandırmaq istəyirsən, belə elə Ares Kunikayı. Ne axırı kimi elə verdin, ne belə? Dedim mən, heç zaman öz yerində də olsam da, o nədən, özüm ölərəm, əl var, aşağı mən kaldırırlar elə. Siz elə vəhşisiniz ki, işgəncələrlə mənim gözüm qabağında beləsinə edirsiniz. Siz axırı birisi pis olacaq. Beni geldi, oradan dediler, staj orada. Adıma sen hoca değiştir. Orası güzel. 15 elma verdi bilmem işte. Fəryad filminin son səhnəsi. İsmail obrazı əsirlikdən qurtulur, öz dostlarına qovuşur, gözləri ümidlə parıldayır. Artıq bütün çətinliklər, ağrı-acılar arxada qalıb. Lakin reallıq təəssüf ki, belə deyil. Oruc Abbasov əsirlikdən qurtulsa da azadlığına qovuşa bilməyib. Deyir ki, vətənə xəyanətdə günahlandırılıb və öz vətənində 3 ay azadlıqdan məhrum edilib. O, hazırda hələ də yaşamaq üçün mübarizə içindədir. Deyir ki, gündəlik xərclərini energetik içkilərin dəmir qablarını yığaraq qarşılayır. Hələ 3 ay bayır türməsində qaldım.
9-cu bölmədə. Göz satqınsan sən. Satılmışsan. Vətəni satmışsan oranı. Sənədim yandırmışlar mən. O vaxtı Yerevanda yandırdılar məni. Məndən o vaxtı gələndə polkovnik vardı, asmalı. Həmən getdilər ki, bəs belə şeylərə köməklik edir. Axırda var ancaq. Pul istədi. 500 dollar məndən pul istədilər. Bu evdə 2002-ci ildə yaşayanam. 2018-də buranı qaza elədilər. Katoyol 4 evi çökəndə, bulducular, qazılar belə yeraltı eləyəndə. İlk 45 ildə qaza elədilər. Müraciət edin dəmir yolu rəisinə, nazirliyinə. Sonra icra hikmətə onu buna dedim, heç də baxmadılar. Her qabı yıqılan, buzon qabı, kapron vurur. Ona da lanıq. Gözüm, dözmüşəm. Dözmüşəm, yenə dözəcəm.